Telefonla eləyirəm. Buyurun Nicat bəy, söz sizdədir. Çox üzr istəyirəm. İndi bircə dəqiqə mən də açılış edəcəm. Dostlar, internet səbəbindən məndə də biraz, həm də sizdə də sıxıntı olmasın, deyə səsdə itmə və s. olmasın deyə görüntünü bağlayacağam. Salamlamaq üçün sadəcə açdım. Ümid edirəm ki, problem olmayacaq sizə. Mən qısaca giriş eləyim, özüm haqqında biraz informasiya verim. Bilmirəm sizlə böyük ehtimalla bölüşüblər. Mən Nicat Əliyev, 3 ildir ki, rəqəmsal marketinq sahəsində fəaliyyət göstərirəm. Hal-hazırda Kapital Bankda aparıcı mütəxəssis kimi fəaliyyət göstərirəm. Bundan əlavə olaraq freelance dediyimiz, yəni əlavə işlərdə isə bir sıra brendlərin reklam kampaniyalarını həyata keçirirəm. Bunların içərisinə Bağça Şəhər, Vakund Antalya, Avant Group, daha sonra Ağşəhərdə bildiyiniz Nice Breeze, avtomobillərdə Mitsubishi, Mazda, Subaru, Toyota, eyni zamanda Mercedes və bir sıra şirkətlərin belə deyərlər reklam kampaniyalarını həyata keçirmişəm. Bundan əlavə olaraq bu prosesdə, yəni təhsil alıb bitirdikdən sonra ilk işimi başladıqda 3 agentlikdə fəaliyyət göstərmişəm və marketinq agentliklərində işləmişəm. Daha sonrasında korporativ mühitdə isə ilk işlədiyim yer Kapital Bankdır. Artıq 1 il 6 aydan çoxdur ki, Kapital Bankda fəaliyyət göstərirəm. Həmkarlar qeyd elədilər, ilk giriş dərsimiz rəqəmsal marketinq üzrə mənlə olacaq və ona görə mən istədim ki, təkcə sosial media marketinq tərəfindən yox, ümumiyyətlə rəqəmsal marketinq izah xarakterli bir qısa bir slayd hazırlayaq və slayd çərçivəsində həm də kənara çıxaraqdan sosial media marketinqi haqqında biraz daha detallı məlumat verək. Adətən SMM adlanır, bazarda buna SMM deyilir, amma qeyd edək ki, sosial media marketinq rəqəmsal marketinq xidmətinin müəyyən bir qoludur. Yəni demək olmaz ki, bir rəqəmsal marketoloqla bir SMM adlandırdığımız şəxs birdir. Ümumiyyətlə SMM vəzifə olaraq da deyil. Yəni SMM sadəcə bir belə deyək, bir necə ki biz kitab keçəndə, hər hansı bir dərsi keçəndə onun müəyyən bir mündəricatda hissələri olur. Və bu hissələrdə birinci hissə, ikinci hissə bir kitabın ümumi olaraq hər sahəsini əhatə eləmir. Sadəcə bir fəslini belə deyək əhatə edir və bir fəslindən məlumat alırsınız siz. Belə deyək, bu kitabda da, rəqəmsal marketinqin kitabında da sosial media marketinqi sadəcə bir fəsildir. Bundan əlavə olaraq onun analitika tərəfi var, onun kontent tərəfi var, onun texniki tərəfləri var, hansı ki siz müştəriləri ölçməlisiniz, izləməlisiniz və bu sahədə də, bu barədə də sizə öz slaydımda çalışacağam ki, geniş məlumat verim. Burada host sizlərsə, Müşfiq bəy, zəhmət olmasa mənə akses verərsiniz paylaşmaqla bağlı mən slaydı paylaşardım və yaxud da hər kəs açıq elə. Aha. Hər kəs görür ekranımı? Yəqin ki, Bəli, ekran görür. görünür. Bəli, görünür. Təşəkkür edirəm. Ümumiyyətlə, rəqəmsal marketinq dövrümüzdə niyə önəmlidir? Bununla bağlı biraz kiçik informasiya verim. Bizə slide show-la bağlı. Aha. Belə deyim ki, rəqəmsal marketinq bizdə, bizim ümumiyyətlə ölkəmizdə olsun, digər sahələrlə bərabər öz yerini tapmış bir sahədir. Hətta gəlin belə saxlayaq, slide show gedib orada. Belə deyim, hardasa bu internetdə, hətta indi artıq başqa bir dövrə daxil olmuşuq. Süni intellektin məşhur olduğu bir dövrdəyik. Müşfiq bəy, deyəsən hostu götürdünüz deyə screen share çıxdı. Yenidən verə bilərsiniz, zəhmət olmasa. Həll edirəm. Məhmud. Və yaxud da co-host verin istəyirsiniz. Host da sizdə olsun ki, girişləri siz əgər varsa qəbul edə bilərsiniz. Co-host olaraq elan etsəniz paylaşa biləcək. Yes, davam edeyim.
İlk olaraq rəqəmsallaşma dövrü başladıqda bir sıra sahələr, front-end development olsun, back-end development olsun, IT sahəsi olsun, elə bunlar IT-nin bir qoludular zaten. Content sahəsi olsun, qrafik dizayner sahəsi olsun, motion və s. Bu kimi sahələr başladı daha çox məşhurluq qazanmağa və rəqəmsal marketinqdə bu dövrdə məşhurlaşan sahələrdən biridir. Telefonlar, mobil telefonlardan aktiv istifadə başladığı müddətdən demək olar ki, insanlara ticarətin, satışın da bütün kanalları artıq rəqəmsallaşmağa başladı. Əslində marketinq anlayışı elə bizim əvvəlcədən bildiyimiz, artıq neçə illərdir həyatımızda olan bir anlayışdır. Yəni buna misal olaraq deyə bilsək, bizim televiziyada gördüyümüz reklamlar, reklam çarxları, onlar hamısı əslində daha əvvəl reklam yazarlarının yazdığı reklam mətnləri əsasında çəkilən yazılardır. Daha sonra onun daha çox insana çatması üçün bir sıra marketoloqlar xüsusi istiqamətlər bəlli eləmişdilər ki, o istiqamətlər üzrə insanlarla, kontentlə və yaxud da digər alətlərlə, televiziya ilə, billboardla çöldə gördüklərimiz metroda olan reklamları insanlara çatdırsınlar. Amma sadəcə hər kəsin mobil telefon və kompüter istifadəsinə keçdiyi dövrdə isə necə ki, digər sahələrin hamısı məcbur oldular ki, şirkətlərin reklam eləmək üçün daha çox satış payına sahib olmaq üçün rəqəmsala üst tutsunlar. Eyni zamanda marketinq sahəsində də rəqəmsala ehtiyac yarandı. Artıq burada bizim dediyimiz reklam mətni yazarları artıq sosial media üçün reklam mətnləri, reklam çarxları çəkməyə başladılar. Eyni zamanda bunun targetinqi üçün, xüsusi hədəfləməsi üçün və xüsusi hədəfləmədən gətirilən satışın əldə edilməsi üçün də rəqəmsal marketinq adlanan bir sahə yarandı və bu sahədə digər marketoloqlardan fərqli olaraq bir sıra üstünlüklər var. Rəqəmsal marketinqin bir sıra qolları var. Gəlin qolları ilə başlayaq. Birinci növbədə hətta burada slayd şoya keçə bilərik. Axtarış motoru optimizasiyası veb saytların bizim Google-da axtarış etdiyimiz zaman deyəlim ki, ən yaxşı kurs hansıdır, rəqəmsal marketinqi necə öyrənə bilərəm. Bu sözləri yazdıqda bizim qarşımıza müəyyən sıralamada olan saytlar çıxır və bu saytların bu cür çıxması heç də təsadüfi deyil. Bunların bu cür çıxması üçün rəqəmsal marketoloqlar, kontent yazarlarla birlikdə müəyyən bir çalışmalar eləyirlər. Bunun üç hissəsi var özlüyündə. Texniki SEO, on-page SEO və off-page SEO. Texniki SEO dediyimiz qısa bir məlumat versə, veb saytın düzgün texniki parametrlərdə işləməsidir. Deyəlim ki, siz hər hansı bir veb sayta girdiniz, o veb sayt donursa, şəkillər həddindən artıq böyüdürsə, siz o veb saytda rahat hərəkət eləyə bilmirsinizsə, veb saytın səhifələrində errorlarla qarşılaşırsınızsa, bu texniki SEO-nun zəif olmağı deməkdir. Bu həm istifadəçi təcrübəsi baxımından pis olduğuna görə Google-un qiymətləndirməsində bu cür saytda düzgün sayılmır. İkinci yerdə on-page SEO-dur. On-page SEO sayta daxil olduğunuzda saytda gördüyünüz bütün yazılar, bütün kontentlər, bütün şəkillər on-page SEO-ya gedir, daxil olur. Çünki bu on-page SEO nəticəsində siz bu kontenti həm Google-da, həm də insanların axtarışına uyğun yazmaq məcburiyyətindəsiniz ki, sizin saytınız insanların ehtiyacına uyğun cavabdehlik eləyə bilsin. Belə deyək, Google bir növ burada birləşdirici vasitəsi rolunu oynayır. Biz istifadəçi olaraq hər hansı bir axtarışı Google-da eləyirik. Google isə deyir ki, əgər sən istifadəçinin bu axtarışına nəticə verib satış eləmək istəyirsənsə, sən də istifadəçinin maraqlarına uyğun kontent yazdırmalısan və kim daha uyğun kontenti yazsa, Google da istəyir ki, özündən istifadə edən insanları daha məmnun eləsin. Buna görə həmin o kontent edənlərə, həmin o SEO edənlərə bir tələb qoyur ki, sən istifadəçinin istədiyi tipdə öz saytını hazırlayıb təqdim eləməlisən ki, istifadəçi sənin saytına girdikdə sənin saytında istənilən məlumat tapa bilsin və alışını həyata keçirə bilsin. Və buna görə də istifadəçilər, kontent yazanlardan, həm də rəqəmsal marketoloqlardan buna uyğun bir SEO etməklərini istəyirlər ki, saytlar daha da ön plana çıxsın və satış artırılsın. İkinci yerdə isə axtarış motoru marketinqi gəlir. Necə ki, biz görmüsünüz yəqin, Google-da SEO dediyimizdə orqanik şəkildə, yəni pul xərcləmədən, Google-a hər hansı bir ödəniş eləmədən, sadəcə veb saytınızın yaxşı hala gətirilməsi üçün ödənişlər eləyərəkdən, veb saytın üzərində işləyərəkdən orqanik şəkildə bu nəticəni ala bilirsiniz. Hansı ki, bu axtarışın üzərində reklam sözü yazmır, ad sponsored yazmır. Amma axtarış motoru marketinqi dediyimizdə Google AdWords, Bing Ads kimi platformalarda, hətta gəlin kiçik bir görək reklam çıxacaqmı daha yaxşı. Məsələn, biz telefon axtarışı veririk. Hal-hazırda yəqin ki, reklamlar getmir device-dan asılı olaraq.
Axşamlar adətən telefonlar sonra məsələn çıxdı. Burada gördüyümüz sponsored yazısında olan reklamlar isə bizim axtarış zamanı artıq Google-da bizim etdiyimiz pullu şəkildə reklamlardır. Biz Google-a müəyyən bir ödəniş eləyirik. Əlbəttə ki, bu ödənişi etməklə bitmir, belə deyim, bu reklam hissəsi və yaxud da bu reklam qoymaq. Sizdən Google-un müəyyən bir tələbləri var. Google deyir ki, sizin yönləndirdiyiniz veb-sayt istifadəçinin alışına, yəni axtardığı sözə uyğun olmalıdır. Deyəlim ki, telefon almaq ifadəsi yazırıq. Umiko burada bizi televizorlarla olan hissəyə göndərsə, artıq Google bunu mənfi rəy verəcək və mümkün qədər reklam belə olsa, pul belə ödəsə istifadəçinin qarşısına çıxarmayacaq və o reklam uğursuz olacaq. Və yaxud da burada gördüyünüz yazılar var. Burada gördüyünüz bu yazı meta title, yəni headline hissəsi deyilir. Burada gördüklərinizə isə description deyilir. Bunlar isə o reklamın əlavələridir. Daha detallı isə digər dəstədə yəqin ki, müəllimlər və yaxud da təlimçilər girəcəklər. Burada yazılanların belə insanların axtarışına uyğun olmasını üçün Google çalışır və bu qiymətləndirməyə əsasən daha sonra ödənişi də nəzərə alaraqdan bu reklamları müəyyən sırayla insanların qarşısına çıxardır. Buna da sosial mediada, yəni axtarış motorunda reklamlar və SEM reklamları deyirlər. Bu isə orqanik olmayandır. Orqanik nəticə isə baxın burada üstündə ad sponsor yazmayan, yəni SEO nəticəsində çıxanlardır. Burada bax Electronics'in bu söz üzrə SEO etdiyini görürük. Daha sonra üçüncü yerdə bizim də əsas mövzumuz olan sosial media marketinqi dayanır. Burada da biz Facebook, Instagram, Twitter, LinkedIn və digər dediyimiz, hətta burada ölkəmizdə də kifayət qədər önəmə sahib olan TikTok platformalarında reklamların təbliği və reklamın təşkilidir. E-post marketinqi e-maillər vasitəsilə müştərilərə abunə olmusunuzsa, e-maillər vasitəsindən sizə reklamlar göndərirlər, indirim fürsətlərindən yararlanmağı təklif edirlər. Düzdür, bizdə biraz elektron, yəni e-maillərin istifadəsi azalsa da, artıq yeni dövrdə hər kəsin artıq işlədikdən sonra müəyyən platformalardan qeydiyyatdan keçmək üçün bir reklam akkauntu açır. Düzdür, aktiv istifadəsini həyata keçirməsə də müəyyən bir kəsim var ki, hansı ki bunlar daha peşəkar şəkildə həyatlarında rəqəmsallaşmaqdan, rəqəmsal kanallardan istifadə edirlər. Onlarda artıq elektron post marketinq, yəni email marketinqindən istifadə edirlər. Daha sonra bizdə mobil marketinq var, hansı ki mobil tətbiqlərin reklamlarını həyata keçirirlər. Məsələn, bizim bir bank appini yəqin ki bir çoxunuz bilirsiniz. Biz bir bank appinin yüklənməsi üçün və yaxud da yükləndikdən sonra bəlkə bəzilərinizin qarşısına reklam da çıxıb. Deyəlim ki, orada sığorta ödənişlərinin istifadəsi üçün və yaxud da kredit təklifləri üçün, depozit təklifləri üçün biz appə yönləndiririk və mobil marketinq edirik. Yəni bir bank appinin reklamını həyata keçiririk. Daha sonra influencer marketinq var ki, yəqin ki bir sıra influencerları çoxunuz izləyirsiniz və onların paylaşımlarına baxırsınız. Orada görürsünüz ki, onlar müəyyən məhsullara reklam edirlər və brendlər bu reklamı seçdiklərində də bu influencerlarda seçirlər. Onların kontentlərinə uyğun gəlməsini, onların kontentlərinə cavab verən reklamları verməyi və bir sıra burada çatan mesajlar gəlir. Mən cavablaya bilmirəm. Yəqin mənə sual olsa, sizdən xahiş eləyəcəm ki, səsi asasınız və səsləndirəsiniz sualınızı. Çünki adətən çatı bərabərində izləmək olmur. Content marketinqi isə bizim gördüyümüz reklamların, yəni biz məsələn deyəlim ki, sosial mediada hər hansı bir reklam görürsünüz. Daha sonra sosial mediada hər hansı bir çarx video paylaşım görürsünüz. Bu paylaşımların ərsəyə gəlməsi üçün content marketoloqlar kontenti yazıb ötürürlər. Hansı ki, burada vizual necə olacaq, vizual nəyə əsaslanacaq, vizualın yazısı necə olacaq, vizualın altındakı mətn necə olacaq, description və s. bu kimi bütün detalları yazırlar. Video marketinq dediyimiz content marketinqin bir elə qoludur. Orada video məzmununun yaradılmasından söhbət gedir. Affiliate marketinq gəlir. Affiliate marketinqi fiziki olaraq belə izah eləsəm, duxu yerlərində görmüsünüz. Yəqin ki, qarşısından keçəndə bir şəxs olur və sizə daimi şəkildə bir, belə deyim, ətrin qoxusunu verməyə çalışır və siz onu razılaşdığınızda isə sizi dəvət edir ki, gəlin bu ətri alın və bizim bildiyimiz də üzrədir ki, onların o ətrin satışından müəyyən bir faizi olur. Bu, bunun fizikidir. Bu, eyni zamanda rəqəmsalda da var. Rəqəmsalda bu affiliate marketinq necə gedir? Məsələn, deyəlim ki, elə Trendyol kimi firmalar olsun və bir çox firmalar olsun. Onlar bir, belə deyim, tətbiq və yaxud da sayt inkişaf elətdirirlər. Orada alıcı və satıcını görüşdürərəkdən satıcıdan müəyyən qədər faiz alırlar və yaxud da hər hansı bir brendin özlərində reklamlarını eləyirlər. Məsələn, adətən buna dropshipping də aid olur ki, əgər dropshippingdə siz Amazonun hər hansı məhsulunu reklam eləyirsinizsə, orada siz bu məhsulun satışından müəyyən qədər faiz qazanırsınız və bu da affiliate marketinqə daxil olur ki, tərəfdaşlar vasitəsilə, yəni siz ona
ona tərəfdaş olursunuz, partnyor olursunuz və siz özünüz də bunun reklamını eləyirsiniz, onun satışından faiz əldə edirsiniz. Buna affiliate marketing deyilir. Digital analitika isə bütün bu ümumiyyətlə sosial media marketinq olsun, bunların hamısının ölçülə bilənliyidir. Rəqəmsal marketinqin normal, yəni ənənəvi marketinqdən üstünlüyü odur ki, ənənəvi marketinqdə biz adətən ölçə bilmirik. Düzdür, dövrümüzdə bunun üçün də inkişaflar var artıq. Süni zəkatdan istifadə edərəkdən artıq yavaş-yavaş onun üçün də metodlar həyata keçirirlər ki, artıq fiziki şəkildə yerləşdirdiyimiz billboardlar, televiziya çəkilişləri və s. gedən reklamlar, bunların hamısı izlənilsin. Və amma sosial media və yaxud da rəqəmsal marketinq bizə tam şəkildə icazə verir ki, biz veb saytımıza gələn müştərini, səhifəmizə daxil olan müştərini, reklamlarımızın nəticəsini tam şəkildə ölçə bilək və izləyə bilək. Bu da onun əsas üstünlüyüdür. Əlbəttə, bunu da necə izləməliyəm, necə düzgün informasiya, data toplamalıyam, bunu da rəqəmsal marketinq öyrənməlidir və bilməlidir. Daha sonra keçid etdikdə digital marketinqin bayaq qeyd etdiyim kimi üstünlükləri var. Bu bir sıra üstünlüyü var. Burada bu sizdə görünür yəqin ki, belə eləyək. Digital marketinqin əsas üstünlüyü odur ki, ölçülə bilən dataların və nəticələrin olması, inbound və pull marketinq olması, hədəf auditoriyasına əsasən reklamların müəyyənləşdirilməsi və qurulması. Ölçülə bilənliyini məncə bayaq izah elədim sizə ki, nəyə görə ölçülə biləndir. Inbound və pull dedikdə, yəni ənənəvilərə adətən outbound reklamlar deyirlər. Ənənəvidə necə olur? Siz metroda deyəlim reklam yerləşdirmisiniz. Düzdür, orada da müəyyən bir segment axtarırsınız. Belə deyim də, məsələn, metroya çox varlı bir məhsul qoymarsınız. Yəni çox məsələn deyim ki, hər hansı bir bahalı maşının reklamını siz metroda yerləşdirməlisiniz. Çünki bilirsiniz ki, əgər o insanların maşın alma gücü olsaydı, düzdür, çox az hissə var ki, maşın olsa belə sadəcə tıxaca düşməmək üçün metrodan istifadə edir, amma böyük üstünlük avtomobili olmadığı üçün metrodan və yaxud da avtobusdan istifadə edir. Və burada çox bahalı bir maşını reklam etmək məntiqsizlikdir. Bu da bir seçir ki, siz müəyyən bir hədəf kütləsi seçirsiniz ki, belə deyim, məsələn, bir bankda Bakı kartının olması, QR yaratmağın olmasını siz metroda reklam eləyə bilərsiniz, avtobusda reklam eləyə bilərsiniz. Çünki bu insanlar gündəlik olaraq, mütəmadi olaraq bu servisdən istifadə edirlər və siz orada bu reklamı yerləşdirə bilərsiniz. Burada müəyyən segment aparsa da sadəcə belə deyim, məsələn, biz orada target eləyə bilmirik ki, 60 yaşdan yuxarı insanlar o reklama baxmasınlar. Çünki biz orada qoymuşuq, hamı baxır və yaxud da uşaqlar baxmasın. Çünki onlar, belə deyim, tətbiqdən istifadə eləmirlər. Buyurun, Şübhə bəy, əlinizi qaldırmışsınız. Üzr istəyirəm. Bir neçə saniyəlik sizdən post alıram. Tamam, problem yox. İndi rahat şeir eləyə bilərsiniz. Tamam. Qaldırım yerdən davam edeyim. Yəni burada siz spesifik olaraq seçə bilirsiniz. Çünki məsələn, deyəlim yaşlı nəsildə biraz telefon istifadəsi çətin olur deyirlər, çox çətin toollardan və yaxud da alətlərdən istifadə edə bilmirlər. Və onların adətən biz qarşısına reklam çıxartmırıq ki, onlar istifadə etmədikləri üçün real alıcı deyillər. Bu kimi hədəfləməni orada eləyə bilmirik. Və yaxud da deyəlim ki, məktəbi yaşlı uşaqlar minirlər, onlar müəyyən bank hesablarından qeydiyyatdan keçmək üçün və s. onların müəyyən bir yaş limiti keçməlidir. Əks təqdirdə onlar qeydiyyatdan keçə bilirlər və yaxud da onlar adətən valideynlərindən aldıqları məbləğləri xərcləyirlər deyə onlar bizim üçün birbaşa olaraq alıcı olmurlar və biz istəmərik ki, onların qarşısına reklam çıxsın. Amma metroda biz artıq orada məktəbli də minir, daha az yaşda bilir. Yəni orada biz məcburən hamıya göstəririk və buna outbound və push marketing deyilir. Push ingiliscə itələmək deməkdir. Yəni təzyiq eləyirik. Biz insanlara təzyiq eləyirik ki, siz bu reklama baxın. Yəni məcbur olsalar, onlar baxmaq istəməsələr belə o reklam qarşılarındadır. Amma digital kanallarda bu deyil. Digital kanallarda siz onunla, o sahədə maraqlı olanları hədəfləyə bilirsiniz. Yəni Facebookda, Google'da və s. belə bir target üsulları var ki, siz həmin sahəni, məsələn, telefondursa siz telefon axtaranları hədəfləyə bilirsiniz. Bayaq Google reklamları göstərdik. Orada Google reklamlarında seçə bilirik ki, spesifik olaraq telefon almaq ifadəsini Google-da axtarış edənlərin qarşısına çıx. Bu kimi xüsusi hədəfləmələr apara bilirik deyə biz yəni maraqlı olan insanları çəkirik və hər kəsə reklam göstərən məcburiyyətimiz olmur. Hədəf auditoriyasına əsasən reklamların müəyyənləşdirilməsi elə dediyimizdir. Məsələn, deyəlim ki, biz bir məhsul fikirləşirik və o məhsulun müəyyən bir kütlə segmenti qoyuruq. Deyəlim ki,
Məsələn, yeni bir telefon çıxır, yeni bir telefon markası çıxır. Biz orada çox bahalıdır o telefon markası. Yəni 5000-dən yuxarıdır hardasa onun qiyməti. Artıq burada biz hədəfləmələri ayırırıq. Deməli, bizim hədəfləməyimiz avtomobili olan insanlardır. Nisbətən şəhərin daha varlı deyə biləcəyimiz və evlərin nisbətən daha bahalı olduğu əraziləri və yaxud da bölgələr olduqda Azərbaycanı götürdükdə nisbətən daha yaxşı şəhər statusuna malik olan bölgələrin hədəflənilməsi və yaxud da sırf bu bahalı əşyalarla, bahalı markalarla maraqlanan insanların hədəf kütləyə olması bu kimi hədəfləməni eləyirik. Və yaxud da deyəlim, gəlin heç bahalı, ucuz söhbət eləmədən şirniyyat məsələsini götürək. Deyəlim ki, biz şirniyyat sevərləri tutmaq istəyirik. Burada artıq avtomatik olaraq sadəcə adi yeməyi xoşlayanlar, şirniyyat sevməyənlər, yuxarı yaş qrupu, aşağı yaş qrupu, çünki adətən yuxarı yaşda olanlar müəyyən xəstəlik səbəblərinə görə şirniyyatdan uzaqlaşırlar və yaxud da azyaşlılara çox şirniyyat tövsiyə olunmur, çünki bu onların valideynləri tərəfindən sağlamlıqlarına görə qadağa olunur və bəzən icazə verilmir bu. Ona görə nisbətən daha orta yaş kütləsi, hətta cavan nəsli işarə etməyə çalışırıq. Biraz daha buna uyğun reklam çarxı çəkirik və hədəfləməni də həmin yaş qrupuna uyğun şirniyyat sevərlər olaraq seçirik və buna görə bu hədəf auditoriyasını gedib rəqəmsalda da tapa bilirik. Bunu deyə bilərsiniz ki, Facebook və yaxud da Google hardan bilirlər? Google və Facebook biz daxil olduqda qeydiyyatdan keçəndə bütün platformalar bizdən icazə alaraq soruşur ki, biz sizin bütün məlumatları əldə edirik və özümüzdə saxlayırıq. Əks təqdirdə siz bu bizim tətbiqi istifadə edə bilmərsiniz. Buyurun, qərar sizindir. Və əlbəttə ki, biz yəni müasir dünyada heç kim ondan uzaq qalmamaq istəmir. Yəni orada bir sosiallaşma var. Həmin o sosiallaşmağa görə biz bütün onları qəbul edirik və onlar bizim adımız, soyadımız, şəxsi məlumatlarımızı izləməsələr belə bizim maraqlandığımız bütün şeyləri izləyirlər. Hətta belə bir söz də var ki, adətən bizdə işlədirlər ki, biz nədəsə danışdıq, nəyəsə haqqında söhbət elədik dostumla, gəldi, elə axşam gün mənim qabağıma o reklamlar çıxdı. Bunun səbəbi də odur ki, məsələn, biz WhatsApp-da səs atmağı, Instagram-da səs atmağı, Facebook-da səs atmağı açırıq və mikrofona da icazə veririk. Və o tətbiqdən çıxmadığımızda orada mikrofon belə artıq yazılan sözlərdən tutun, orada sizin girdiyiniz səhifələr, mesajlaşmalarınız, baxdığınız, oradan bir maraq datası çıxır. Facebook bu datanı açıq şəkildə üçüncü tərəflərə satmasa belə, məsələn, Facebookda reklam verənlər üçün buradakı hədəfləmələri müəyyənləşdirir. Məsələn, deyir ki, məndə maşınlarla maraqlanan, mənim tətbiqimdə maşınlarla maraqlananların məndə auditoriyası var. Artıq siz ödəniş edib maşınla maraqlananlar hədəfini seçdikdə, Facebook artıq gedir öz tətbiqində maşınla maraqlananların qarşısına sizin reklamı çıxardır. Və bununla da siz artıq satış əldə edə bilirsiniz. Çünki zaten maşın axtaran insanın qarşısına sizin reklam çıxır və o axtarışında olduğu şeyi dərhal tapır və deyəlim ki, sizin mərkəzə yaxınlaşır və yaxud da avtomobilini həyata keçirir. Bu da rəqəmsal marketinqin ən əsas üstünlüyüdür. Çünki biz bunu ənəvi marketinqi təsvip eləyə bilmirik. Televizorda sırf hədəfləmə eləyə bilmirik. Bilmirik ki, televizora baxan insan hal-hazırda ev axtarır, yoxsa ev axtarmır, şirniyyat sevəndir və yaxud da deyil. Bu kimi informasiyalar bizə aydın olmur. Sadəcə kontent və mövzu olaraq seçə bilirik. Deyəlim ki, yemək verilişində tort bişirirsinizsə, həmin yerdə şirniyyat reklamı yerləşdirə bilərsiniz. Yəni bu kimi ancaq hədəfləmə eləyə bilirik, amma rəqəmsalda olduğu kimi birbaşa hədəfləmə təəssüf ki, mümkün deyil. Müştəri səfəri deyilən bir anlayış var. Müştəri səfəri dedikdə nə nəzərdə tutulur? Belə deyim, bayaq biz dediyimiz məsələ var idi rəqəmsalda. Siz bir şeylə maraqlanırsınız, bir şey haqqında söhbət edirsiniz və bu maraqlanmadan sonra sizin qarşınıza reklam çıxır. O reklam nə məqsədi daşıyır? İlkin olaraq siz awareness mərhələsinə daxil olursunuz. Siz bir səhifəni görürsünüz və o səhifə sizi dayandırır. Yəni maraqlı gəlir o kontent. Sizə baxırsınız. O awareness mərhələsidir. Yəni xəbərdarlıq kimi bir tərcüməsini edə bilərik. O mərhələdə siz ilkin olaraq telefonda həmin şirkətlə, həmin kontentlə tanış olursunuz. Əgər o reklam sizi saxlayırsa, artıq sizi birinci mərhələyə, yəni awareness mərhələsinə daxil etmiş deməkdir. Əgər sizə o kontent maraqlı gəlir, siz səhifəyə və yaxud da onun yönləndirdiyi, linkin yönləndirdiyi sayta daxil olursunuzsa, artıq siz interest mərhələsinə gəlirsiniz. Interest dedikdə maraqdır və demək ki, bu kontent sizə maraqlı gəldi və yaxud da bu axtarılan, bu qarşınıza çıxan məhsula sizdə maraq var. Siz o zaman klik edirsiniz həmin məhsulun üzərinə və siz o marağa uyğun daxil olursunuz, belə deyim, həmin səhifəyə. Artıq siz həmin səhifəyə daxil olduqda isə interest mərhələsini tamamlamış olursunuz. Daha sonra üçüncü yerdə gəlir consideration. Consideration daha çox, belə deyim,
müqayisə dərəcəsi deyə bilərik. Siz orada müqayisə edirsiniz, həmin orada içəridə gördüklərinizi özünüzdə bir dəyərləndirmə edirsiniz. Deyəlim ki, sayta yönəlmisiniz və yaxud da səhifəyə yönəlmisiniz. Siz başlayırsınız onun kontentləri ilə tanış olmağa. Məsələn, bunun içərisindəki informasiya doğrudan da mənim axtardığımdırmı? Bu kursun qiyməti doğrudan da mənə uyğundurmu? Bu kursun verdiyi təkliflər doğrudan da məni yararlıdırmı? Və yaxud da hər hansı bir məhsul alırsınız, deyəlim ki, ev alırsınız. Bunun şərtləri, ilkin ödəniş şərtləri mənə uyğundurmu? Aylıq ödənişləri, ipotekası və s. varmı? Bu kimi şeylər sizin artıq consideration mərhələsində olduğunuzu göstərir. Siz artıq bəyənmisiniz, yerlə maraqlanırsınız. Sadəcə sizə uyğun olmama mərhələsi var. Deyəlim ki, siz uyğun oldu və qərar verdiniz ki, əla, mən artıq müraciət eləyə bilərəm. Siz artıq müraciət elədikdə və yaxud da indi bu elektron kommersiya, Trendyol kimi, Umuka kimi platformalarda adətən alış birbaşa həyata keçirilir consideration mərhələsindən sonra və daha böyük həcmli yerlərdə isə sizin yazdığınız mesaj, sizin müraciətiniz artıq bir konversiya sayılır. Conversion mərhələsində siz biznes üçün dəyərli olan bir addımı həyata keçirirsiniz. Bu dəyərli addım nədir? Məsələn, elektron ticarət platformalarında bu bir satışdır. Böyük, belə deyim, real estate dediyimiz, yəni daşınmaz əmlak satan şirkətlər üçün bu müraciətdir. Artıq çünki o rəqəmsal marketoloqlardan konversiya olaraq onlar tələb olunur. Yəni müştərinin gəlib saytda müraciət yerləşdirməsi, mobil nömrəsi, ad soyadını daxil etməsi və yaxud da mesaj üzərindən nömrəsini bölüşməsi, artıq və yaxud da mesaj yazmağı bu bir konversiyadır. Daha sonra isə conversion-da satışı həyata keçirirsiniz və həmin insanlara satışı eləyirsiniz. 5-ci mərhələdə isə nə gəlir? Retention. Yəni daha əvvəl satış elədiyimiz insanları yenidən hədəfləmək. Deyəlim ki, Trendyoldan daha əvvəl Trendyolun içərisində Zara demək, yəni hər hansı bir markadan məhsul almısınız və yaxud da deyələm onlaynda Zara'nın saytından bir məhsul almısınız. Zara artıq götürür bahar endirimində siz real alıcısınız deyə götürür sizin e-mail göndərir və yaxud da yenidən sizin nömrənizdən sizi hədəfləmə eləyir, qarşınıza reklam çıxardır. Bu həm daha ucuza başa gəlir, çünki o müştərini artıq götürüb, onun bütün məlumatları belə deyim, satıcıda var və satıcıya daha asandır ki, bütün məlumatları olan insanı hədəfləyib ona yenidən satış eləmək ona daha biznes olaraq ucuz başa gəlir. Ona görə retention mərhələsində 5-ci mərhələdə adətən bizneslər maksimum dərəcədə konversiya mərhələsində məlumat toplayırlar. Çünki əldə olan məlumata yenidən reklam çıxmaq, yenidən satış eləmək daha rahatdır. Deyəlim ki, sizə zəng gəlib salam, bizim dükanda endirimlər var desələr, sizə daha cəlbedici gəlməz. Amma zəng gəlib desələr ki, salam Nicat bəy, daha bir ay əvvəl bizdən alış-veriş eləmisiniz və qiymətləndirmisiniz ki, alış-verişiniz yüksək səviyyədə həyata keçirib. Sizin kimi müştərilərimizə özəl endirimimiz var, yararlanmaq istəyərsinizmi? Əlbəttə ki, bu təklif mənə daha cəlbedici gələcək və mənə gördünüz öz informasiyalarımla əlaqə saxlamış olacaqlar. Mənim bir ay əvvəl alış elədiyimi, mənim alışdan məmnun qaldığımı, daha sonra mənim hansı brenddən aldığımı, mənim mobil nömrəmi, adımı kimi informasiyaları bilməkləri və onunla mənə müraciət etməkləri mənə müştəri olaraq daha xoş təəssürat bağışladığı üçün mən avtomatik olaraq həmin brendə daha yaxınlaşmış oluram, daha yaxşı alış-veriş eləmiş oluram onunla. Çünki o mənə bir tanışlıq verib, mənə bir səmimiyyət verib, mənə bir doğmalıq verib. Və retention mərhələsi dediyimiz bu mərhələdir ki, müştərini təkrar-təkrar hədəfləmək və ona reklam göstərmək. Qeyd etdiyimiz bütün mərhələlərdə müəyyən qədər insan gedir. Belə deyim, awareness mərhələsinə 100 insan daxil olubsa, ola bilsin ki, conversionu cəmi 4 nəfər həyata keçirdi. Burada brendin və yaxud da rəqəmsal marketoloqun üzərinə düşən vəzifə odur ki, sosial media marketinqi ilə, Google reklamları ilə, xüsusi izləmələrlə burada olan sayı artırsın, burada olan müştəri faizini artırsın. Artıq awareness mərhələsinə xəbərdarlıq, müştərinin reklamı ilk görən insanın satış eləmək, onu satışa gətirmə mərhələsi daha yuxarı olsun, bunun üçün çalışsın. Amma belə deyim, bayaqki hədəfləməni, yəni retargeting dediyimiz, həmin yenidən hədəfləməni bütün addımlarda olan insanlara həyata keçirə bilərsiniz. Belə deyim. Facebook və yaxud da Google-da belə bir məsələ var. Deyəlim ki, siz deyə bilirsiniz ki, səhifəmə son 40 gün ərzində daxil olan insanları hədəflə. Mənə 40 gün ərzində mesaj yazan insanları hədəflə. Mənim hər hansı bir postumu like eləyib və yaxud da hər hansı bir postuma komment atan insanları hədəflə. Məni daha əvvəl məndən məhsul almış insanları hədəflə. Yəni görürsüz, bunların hamısı bütün mərhələlərdə mən qırılmış müştəriləri, kəsilmiş müştəriləri, deyəlim ki, müştəri mənim reklamımı gördü, amma səhifəmə keçid eləmədi. Amma mən hədəfləyə bilirəm ki, mənim reklamımı görüb
bir dəfə baxan insanları yenidən hədəflə və yaxud da interest mərhələsində qalan, yəni mənim səhifəmə keçid edib, amma mənə mesaj yazmayıb, mənə heç bir postumu like eləməyib, mənə heç bir engagement olmayan müştərini yenidən hədəfləyə bilirəm. Sadəcə səhifəmə daxil olanları seçməklə interest mərhələsində kəsilmiş, yarıda qalmış müştəriləri yenidən hədəfləyə bilirəm. Buna görə bu müştəri səfəri çox önəmlidir və bu müştəri səfərinə uyğun strategiyalar həyata keçirilir. Hər bir addım üçün ayrıca strategiyalar və ayrıca kanallar istifadə olunur. Sosial media marketinqindən gəlin biraz misal verim. Daha sonra rəqəmsal marketinq mütəxəssisi olmağın sizə verdiyi, sizin üçün lazım olan özəllikləri qeyd edeyim. Sosial media marketinqindən nümunələrə biz gəlin bir yerdə baxaq. Sosial media marketinqində adətən uğurlu səhifənin aparılması, səhifədəki kontentlərin kifayət qədər uyğunlaşdırılması, belə deyim, məsələn, siz daima elə bir səhifə yaratmalısınız ki, məsələn, ağlınıza gələ bilər də biz bankın səhifəsini niyə izləyək, biz Bako Electronics-in səhifəsini niyə izləyək, məhsulumuzu almışıq, bitib. Amma orada sizə Bako Electronics mütəmadi olaraq hansı brendin daha yaxşı olduğunu, Samsung markalı yeni çıxan telefonun iPhone markalı çıxan telefondan hansı fərqlərinin olduğunu və yaxud da yeni aldığınız paltaryan maşını necə istifadəli etməli olduğunuzu və yaxud da hansı şərtlərlə alsanız sizə daha uyğun olmağı daimi şəkildə izah eləsə, artıq o səhifədə sizin üçün yararlı bir kontent formalaşacaq. Yəni siz sadəcə bu məhsul endirimdədir, bu məhsul bu qədər qiymətədir, yox. Niyə o məhsulu almalıyam? O məhsulu alsam mənim üçün dəyər nədir? Belə deyək də, marketoloqun işi burada biznesdə nə olur? Biznes bir məhsul çıxardır, deyəlim ki, hər hansı bir qələm ortaya çıxardıb. Biz hamımız başa düşürük ki, qələmin bir funksiyası var. O yazı yazmaq üçün istifadə olunur. Amma bazarda milyon dənə qələm istehsalçısı var. Bu istehsalçılar hamısı satış eləməlidir və bazardan müəyyən bir pay qazanmalıdır. Əgər hər kəs mükəmməl eləyibsə, əlbəttə ki, hər bir qələmin özünə xas xüsusiyyətləri olur, üstünlükləri və mənfi nöqtələri olur. Marketoloqların buradakı vəzifəsi odur ki, məhsulun müsbət və mənfi tərəflərini ayırd eləyib, daha çox müsbət tərəflərini insanlara göstərmək və bu ruçkanı sadəcə, ruçka dediyimiz üçün, bu qələmi sadəcə qələm yazı olaraq yox, bu qələmi belə deyim, məktəblinin iç qələmi, və yaxud da tələbənin ilk yazı yazdığı qələm olaraq, bu qələmin onun üçün əziz bir yeri olduğunu, yəni bu qələmin onun həyatında bir dəyər yaradacağı formaya gətirib satış eləməkdir. Bunu adətən satış mütəxəssisləri danışıq yolundan eləyirsə, rəqəmsal marketoloqlar onu kontent yolundan eləyirlər ki, bu kontentləri ötürməklə, uşaqlar günündə qələmlərin onların həyatında necə önəmli olduğunu, məsələn, qələmin şairlər üçün necə olduğunu, şairlərin qələmləri adında bir buraxılış eləyib qələmin özünü belə reklam eləmək olur. Görürsüz, bu artıq bir kontent nümunəsidir ki, siz ora biraz belə deyim, yumor qatırsınız, adi bir qələmi elə göstərirsiniz ki, sanki kinolarda da olur. Görürsünüz ki, bir səhnə göstərir biznes kinolarında və s. deyir ki, bu qələm mənə sat, kim satsa deyəcəm ki, doğrudan da bacarıqlıdır. Baxın, orada artıq məsələ başlayır ki, siz o qələmi istifadəçi düşünməlisiniz ki, necə təqdim edeyim ki, doğrudan da günün sonunda o gəlib mənim qələmimi alsın. Baxın, orada artıq copywriterlərin, kontent yazarlarının işi ortaya daxil olur ki, onlar nümunələr göstərərəkdən, kontent çəkərəkdən brendlərini daha ön plana çıxarsınlar və brendlərini insanların gözündə daha yaxşı hala gətirsinlər. Yenə yazılar var. Bircə dəqiqə çıxış da eləyək. Yazılarla yenə qeyd edim ki, əgər sual varsa, siz kəsib yarımçıq davam eləyə bilərik. Burada 3 hissə ayırmışam. Rəqəmsal marketinq mütəxəssisi olmaq üçün özümün də təcrübəsinə əsasən mənə görə, yəni yenə deyirəm, bu subyektiv yanaşmadır. Əlbəttə ki, bunun bir sıra yəni 3 özəlliylə bitmir, bir sıra özəlliklər var hər sahədə olduğu kimi. Birinci növbədə təhsil. Bu sahədə çünki kifayət qədər resurs var hal-hazırda. Bunu necə eləyə bilərsiniz? Gündən-günə süni zəkanı, adicə süni intellekti siz öz işlərinizə necə istifadə eləyə bilərsiniz? Bununla bağlı rəqəmsal marketoloqlar nələr oxumalıdırlar? Ümumiyyətlə bu sahəyə başlamaq üçün nələri öyrənməlisiniz? Hansı resurslardan istifadə eləməlisiniz? İstər kursa gedə bilərsiniz, istər özünüz evdə oturaraqdan videoları izləyərəkdən və yaxud da elə dediyimiz süni intellektin köməyi ilə məlumatları əldə edədən öyrənə bilərsiniz. Amma təhsil bu işin necə deyirlər, bütün işlərdə olduğu kimi təhsil bu işin də
ən yuxarısında, ən yuxarı pilləsində olmalıdır və ilk növbədə bu sahəyə başlamaq istəyirsinizsə, təhsiliniz mütləq şəkildə yaxşı yerdən olmalıdır. İkinci yerdə təcrübə, ən əsas dediyimiz şeylər biz adətən universitetdə, məktəbdə ən çox yaşadığımız sıxıntı odur ki, bizə bütün hər şeyi nəzəri olaraq göstərirlər. Biz kimyada hər hansı bir elementin adını və onun xüsusiyyətlərini öyrənirik, amma həmin elementi yaşadığımız dünyada nələrin üzərində görürük, bunun nümunələrini çox təəssüf ki, bizə az hallarda verirlər. Və yaxud da deyəlim ki, usta olmaq istəyən bir gəncə heç kim daha əvvəl kitab vermir və yaxud da motor haqqında məlumat öyrənmir. Adətən gedir motoru xarab edir də və yaxud da nasaz haldan saz hala gətirərəkdən motor haqqında müəyyən informasiyalar toplayır. Amma belə deyim, bizim əslində öyrənməli olduğumuz nədir? Bizim nəzəri hissəni öyrəndikdən sonra eyni zamanda bunu praktiki olaraq necə eləməyimizi görmək və praktiki olaraq onu etməyimiz bizə öyrəndiyimizi daha yaxşı mənimsəməyə və daha yaxşı yadda qalmağına kömək olur. Məsələn, belə deyək, riyaziyyatda bizə hər hansı bir misalı göstərirlərsə, daha sonra o misalı gedib özümüz həll etdikdə özümüz daha yaxşı başa düşürük və yaxud da həndəsədə hər hansı bir bucağı çəkdikdə o bucağın nə mənaya gəldiyini adətən misalı özümüz həll etdikdə başa düşürük. Eyni zamanda rəqəmsal marketinq sahəsində də belədir. Rəqəmsal marketinq sahəsində də siz sosial media marketinqi haqqında məlumat öyrənə bilərsiniz, kontentin necə yazıldığını öyrənə bilərsiniz. Facebookda hər hansı bir tooldan və yaxud da inanın ki, yəni birini öyrənsəz, digər toolların hamısı eyni məntiqləndir, yəni oxşuyur. Məsələ orada reklamı necə vermək deyil də daha çox o reklamla necə uğur qazanmaqdır. O reklamın brendə verdiyi dəyərdir. Yəni sosial mediada kanallar dəhşət çoxdur, inanılmazdır. Bayaq saydığımız qolları gördünüz. Yəni biz influencerla da reklam eləyə bilərik, biz bugünkü gündə televizorla da reklam həyata keçirə bilərik. Bugünkü gündə hər hansı bir yerə reklam billboardu, metroya yerləşdirməklə və yaxud da TikTokda reklam edərəkdən hər hansı bir postu və yaxud da Google-da reklam edərəkdən biz öz kanallarımızı, belə deyim, məhsulumuzu insanlara reklam edə bilərik və asanlıqla bu turların hamısını edə bilərik. Sadəcə günün sonunda bizim hədəfimiz olmalıdır ki, bizim işlədiyimiz şirkətə və yaxud da özümüzün sahibkarı olduğu brendə minimum xərclə maksimum effekti verməkdir və maksimum satış əldə etməkdir. Artıq bunu necə eləməliyik? Bunun yolları nədir? Orada nəzəri biliklərlə praktikada öyrəndiklərimiz də çox önəmlidir ki, məsələn, mənim brendimdə TikTok effektiv kanal deyil. Mənim brendimin kütləsi LinkedIn kanalında deyil və s. kimi bunu artıq təcrübədən öyrənirsiniz və yaxud da deyələm hər hansı bir xəta ilə qarşılaşdınız, hər hansı bir həll edə bilməyəcəyiniz bir problemlə qarşıladınızsa, onu da necə həll etməyinizi nəzəri biliklərinizdən çox orada olduğunu təcrübəyə görə eləyirsiniz ki, burada olan problemi necə həll edə bilərəm, saytımda olan nasazlığı necə aradan qaldıra bilərəm və yaxud da izləməni necə həyata keçirə bilərəm. Üçüncü yerdə bacarıqdır. Bacarıq dedikdə nədir? Mənə görə rəqəmsal ümumiyyətlə marketinq sahəsində işləyən insanların müəyyən özəllikləri olmalıdır ki, onlar kommunikasiyanı digər insanlarla daha yaxşı bacarmalıdırlar. Adətən içinə qapanıq olan insanlar, biraz insanları tanımaqdan, insanlarla söhbəti sevməyən insanlar, tək qalmağı daha üstün tutan insanlar üçün bu sahə elə də effektiv olmur. Çünki siz burada maksimum şəkildə insanların fikirlərini öyrənməlisiniz. Sizin hədəf kütləniz, xidmət etdiyiniz yer, satış elədiyiniz yer insanlardır, onların davranışlarıdır və ona görə siz mütəmadi olaraq onları analiz eləməlisiniz. Niyə babam bu deyəlim ki, istifadə eləmədi, o həmişə kimi məsələn köhnə alətləri istifadə edir. Niyə məsələn dostum burada mənim ona göstərdiyim brendi almaq istəmədi, özü getdi axtarış elədi, yeni bir brend aldı. Deyəlim ki, və yaxud da niyə məktəbdə bizə bu cür avadanlıqlar məsləhət görülmür də bunları pisləyirlər və yaxud da bundan uzaq tutmağa çalışırlar. Yəni bu analizlər nəticəsində siz günün sonunda məhsulu necə satacaq biləcəyinizi öyrənirsiniz. Yəni uşaqlarda nə maraq yaradır, nə maraq yaratmır. Məsələn, ayrıca bizim hamımızın bildiyi marketlərə daxil olanda çörəyin ən axırda yerdə qoyulması hamımızın bildiyi artıq çox sadə bir belə deyim də reklam anlayışıdır və yaxud da bir strategiyadır ki, reklam da demək olmaz, satış strategiyasıdır ki, artıq siz çörək yerinə gələnə qədər digər məhsulları da görüb hər hansı bir məhsulu almaq istəyəsiniz. Yəni sadəcə çörək almaq üçün girdiyiniz marketdə başqa şeylər, başqa belə deyim yeməklər olsun, başqa ərzaqlar da alıb oradan çıxasınız. Eyni zamanda marketinqdə də bunların hamısını analiz eləmək lazımdır ki, müştəri nə edir? Müştəri mənim veb saytıma girdikdə bunun üçün bizdə alətlər də var. Biz məsələn veb saytımıza girdiyimiz müştərinin ən çox hara klik elədiyini, hansı səhifədə nə qədər vaxt keçirdiyini, hansı səhifədə problem yaşadığını, hansı sözləri daha çox istifadə elədiyi kimi datalara sahib oluruq və bacardığımız qədər bu dataları təhlil etməyə çalışırıq. Yəni biraz sosial olmaq lazımdır ki, bu datalardan nəticə çıxarda biləsiniz, bu datalara fikir verə biləsiniz və insanların nəyi bəyəndiyini
və yaxud da nəyi bəyənmədiyini, onların belə deyim, neuromarketinq adlanan bir hissə var. Artıq insanların necə düşüncələrinin, düşündüyünü, hansı rəngin olanı daha cəlb etdiyini belə təcrübədən keçirərəkdən onun haqqında informasiya toplayıb və reklamı o cür hazırlayırlar. Bu kimi bacarıqlar da fərddə olmalıdır ki, fərd onu həyata keçirə bilsin və bunu öyrənə bilsin rahatlıqla. Və rəqəmsal marketinqin üstün cəhətləri nədir? Əlbəttə ki, freelance iş imkanı. Qeyd elədiyim kimi, siz öz sabit işlədiyiniz yerdən müəyyən bir gəlir əldə edirsiniz, amma rəqəmsal marketinq ümumiyyətcə bu bütün rəqəmsal sahələrə aiddir ki, siz evdə oturduğunuz, sizin kompüteriniz sizin artıq iş yeriniz kimi olur və siz istənilən nöqtədən əgər kompüteriniz yanınızdadırsa, bu işi həyata keçirə bilərsiniz. Əlbəttə asandırmı? Yox. Bazarda tanınmasaz və bazarda sabit bir yerdə işləməsəz, sizə adətən freelance iş təklif eləmirlər. Düzdür, Gini, Fiverr, Upwork kimi platformalar var qlobalda, amma marketinq adətən elə bir sahə olur ki, qlobalda siz həmin yerli ölkənin dilini bilirsinizsə, oradan iş götürməniz daha rahat olur. Məsələn, belə deyim, front-enddir, back-enddir, data analitiklərdir. Bunların istifadə elədiyi proqramlar bütün dünyada vahid proqram olurlar. Məsələn, adətən eşitmisiniz JavaScript var, SQL var, Python var. Bu kimi proqramların dili bir cürdür və o Amerikada da eyni koddur, Azərbaycanda da eyni koddur və digər ölkələrdə də eyni koddur. Və bu dili bilsəz və yaxşı istifadə eləsəz, siz istənilən ölkədə iş tapa bilirsiniz. Amma marketoloq sadəcə dili bilmək və yaxud da proqram istifadəsini bilməklə bitmir. Çünki marketoloq olsa siz həmin ölkənin vərdişlərini də bilməlisiniz. Məsələn, Azərbaycanda Novruz bayramının önəmini, Qurban bayramının önəmini, bu bayramlar ərəfəsində insanların hansı işləri həyata keçirdiyini, onlara hansı təklifi eləsəz, onların belə deyim, xətrinə dəyməyəcəyi və mənfi rəylər almayacağınız reklam olmalıdır. Bu kimi detalları bilmək üçün siz müəyyən ölkənin milli mədəniyyəti haqqında, oranın mentaliteti haqqında da məlumata və analizə sahib olmalısınız. Ona görə əgər bu kimi hallar olduqda siz qlobaldan da iş götürə bilirsiniz və yaxud da qlobalda yaşayan azərbaycanlılar birbaşa sizə bu işi ötürürlər. Olmadığı təqdirdə isə siz yerli bazarda müəyyən bir şirkətdə işlədikdən sonra, müəyyən bir tanınırlıq qazandıqdan sonra artıq digər brendlər də sizi tanıdıqları üçün öz şirkətlərini sizə əmanət eləyirlər və əlavə iş imkanı, şansınız yaranır, əlavə gəlir yerini qazanır. Yerli bazarda outsource komanda tələbi, məsələn, bu elə dediyimdir. Adətən daxildə komanda saxlamağın müəyyən bir xərci var. Deyəlim ki, daxildə komanda saxlayıb ona 2000, 3000, 1800 istənilən maaş aralığı ola bilər. Maaş verməkdənsə və yaxud da onun köməkçiləri də olmalıdır və s. bir komanda yaratmaqdansa tək bir nəfərə o ödənişi eləmək və uzaqdan həmin insana biraz daha aşağı qiymət təklif eləməkdən müəyyən marketinq işini həyata keçirə bilərlər və bir çox brend də, böyük olmayan brend də adətən bunu həyata keçirir ki, öz daxili komandasını yaratmaq əvəzinə bunun xərcinə düşməkdənsə əlavə xidmət göstərən şəxslərlə çalışır və onlar freelance olaraq bu işi həyata keçirirlər. Bu sahədə konsultasiyaların verilməsi həm eyni zamanda siz konsultasiya verərəkdən də bu sahədə gəlir əldə edə bilərsiniz. Əgər sizin bazarda kifayət qədər təcrübəniz varsa, müəyyən ödəniş edərəkdən siz təlimlərə qoşula bilirsiniz, dərslər keçə bilirsiniz, bununla bağlı müəllimlik fəaliyyəti həyata keçirə bilirsiniz. Daha sonra belə deyim, hər hansı bir şirkətə konsultasiya verə bilirsiniz pullu şəkildə, onların rəqəmsal marketinqdə nələr etməli olduğunu, yeniliklər barədə bu kimi özəlliklərdə siz satış eləyə bilirsiniz orada. Zənnimcə bu qədər idi. Amma bir də karyerada inkişaf mövzumuz var. Üzr istəyirəm, bunu da gözə almağınızı istəyirəm. Bu təlimdə yəqin ki, bir sıra qollarını keçəcəksiniz rəqəmsal marketinqin. Mən giriş dərsi olduğuna görə sadəcə ilkin informasiyaları sizə ötürdüm. İlk ay prinsipi və dözümü. Adətən bu digər rəqəmsal sahələrdə də belədir. Biz düşünürük ki, kursu bitirdikdə biz artıq təcrübəçi belə olmamalıyıq. Çünki bizim məlumatımız var. Biz artıq çox yüksək maaşla gedib hər hansı bir işə başlayarıq. Amma bu heç elə deyil. Siz sahəni bitirdikdə ilk 6 ay ərzində özünüzü sübut eləmək mərhələsindəsiniz. Bu, bəzi insanlarda daha çox da çəkə bilər. Bu mərhələ nədir? Siz əgər bir şirkətə təcrübəçi olaraq girmişsinizsə və yaxud da işçi olaraq girmişsinizsə, siz ilkin olaraq aşağı maaşla başlayırsınız. Amma 6 ay ərzində siz doğrudan da o sahədə maraq göstərsəz, kifayət qədər yaxşı təhsil və bacarığa maliksinizsə, 6 aydan sonra sizə bir çox yerlərdən həm işlədiyiniz yerdə də ola bilər, bu təcrübə proqramına qatıldığınız yerdə də ola bilər. Siz artıq seçiləcəksiniz və sizin bu özəlliklərinizə görə artıq sizə ya işlədiyiniz yerdə yüksək maaş təklifi gələcək və yaxud da digər şirkətlər artıq sizinlə çalışmağa və sizi işçi olaraq götürməyə maraq göstərəcəklər.
İkinci yerdə ona görə 6 aydan sonra adətən bu prinsip olur deyə burada 6 ay səbr eləməyiniz və yaxşı şəkildə işinizi görmək önəmlidir. İkinci yerdə kifayət qədər tanınma və çox təcrübə qazanma müddəti. Bu adətən biraz illər keçdikdən sonra olur. 1 il, 2 il, 1 il yarım keçdikdən sonra əgər bazarda siz artıq tanınırsınız da, siz bazardakı tədbirlərdə iştirak edib müəyyən qədər özünüz haqqında informasiya vermisinizsə, öz işlərinizlə bazarda artıq müsbət şəkildə sizin haqqınızda danışılırsa, bundan sonra siz görəcəksiniz ki, artıq freelance işlərinizin də sayı get-gedə artır. Sizə gələn belə deyim, sorğuların, sizdən gələn istəklərin də sayı artır. Artıq müəyyən bir yerə malik olursunuz. Heç də sizin belə deyim də LinkedIn-də paylaşım eləməyinizə ehtiyac belə olmur. Artıq sizi bazarda kifayət qədər yaxşı tanınan insanlar, şirkətlər, şirkət sahibləri sizin haqqında müəyyən qədər məlumata sahib olurlar. Və bu mərhələləri keçdikdən sonra isə peşəkar şəkildə axtarılan marketoloq olursunuz. Artıq bu illəri keçdikdən sonra belə deyim ki, hər kəs əlbəttə ki, həyatın hər dönəmində işlədiyi sahədə öyrənməyə məcburdur. Əgər öyrənməsə, o olduğu yerdə də qalacaq və inkişaf çətin olacaq və öyrəndikcə, üzərinə illərlə təcrübə gəldikdən sonra artıq siz doğrudan da yaxşı olmusunuzsa, belə deyim də, belə bir söz var ki, sənət seçmək asandır, amma sənətkar olmaq çətin. Bu hər sahəyə aiddir. Hansı sahəni seçmisinizsə, onun peşəkarı olsanız, həm çox pul qazanacaqsınız, həm o sahədən zövq alacaqsınız, həm də sevdiyiniz işdə pul qazanmağın, belə deyim, üstünlüklərindən faydalanacaqsınız. Ona görə, əgər sizin marağınız varsa və bu karyera yolunu kifayət qədər yaxşı tamamlamısınızsa, bazarda peşəkar şəkildə axtarılan marketoloqlardan biri olacaqsınız və bazarda kifayət qədər sizi axtarıb, sizinlə işləmək və əməkdaşlıq etmək istəyəcəklər. Bununla da mənim göstərdiyim prezentasiyam bitdi. Hər birinizə qatıldığınız üçün təşəkkür edirəm. Burada gördüyünüz ünvanlarla əlaqə nömrəm var, LinkedIn kanalımın adı var və eyni zamanda mailim var. Buradan öz müraciətləriniz varsa və yaxud da şəxsi suallarınız varsa yazıb verə bilərsiniz ki, mən orada bacardığım qədər sizə dəstək olum və burada sizin yönləndirməyə çalışım, əgər bu sahəyə həvəsiniz varsa. Əgər belə deyim, biraz da sizə kömək edə bilsəm, bu mənim üçün uğur sayılacaq ki, özümə karyeramda yeni əməkdaşlar qazanacam, yeni belə deyim, işləyən şəxslər qazanacam və bu kifayət qədər həm sahəm üçün, həm də özüm adına kifayət qədər uğurlu bir addım olacaq. Əlavə suallar varsa, buyurun, mən sualları eşidim. Suallara uyğun cavablayım sizin, əgər suallarınız varsa, daha sonra onun üzərindən davam edək. Dostlar, sualları chat bölməsində də yaza bilərsiniz. Səsi açaraq da bildirə bilərsiniz. Burada kursların pul tələsi olmağı məsələsi var. Razıyam sizlə. Bir sıra kurslar var bazarda. Əsasən də bu, yəni əslində dövlətin çox yaxşı addımı idi, amma biraz nəzarət pis olduğuna görə bütün kurslar bundan bəhrələndilər və kifayət qədər pul mənimsəyərəkdən yarımçıq belə deyim, tələbələr verdilər bazara. Teknes təqaüd proqramı var, sonra dövlət məşğulluğunun həyata keçirdiyi proqramlar var idi. Burada bütün kurslar burada verilən məbləği alsınlar deyə, yəni yeni sahəyə başlamış insanlarla əməkdaşlıq edirlər, balaca yerli açılan kursları təklif eləməyə başladılar və belə deyim də, hər biraz məlumatı olan insanı aldadaraqdan artıq onlara çox da yaxşı belə deyim, kurs təqdim eləmədən dövlətdən müəyyən qədər məvacib aldılar və eyni zamanda hətta yenə də pulları təqdim eləmək var. Kurs dediyim kimi, yəni insanın özündən asılıdır. Mən özüm də kurs tələbəsiyəm, hər hansı bir kursa getmişəm. Sadəcə sizi yönləndirmək üçün kursun adını verməyim. Çünki indiki fəaliyyətlərini açığı mən də bəyənmirəm, amma mənim vaxtımda kifayət qədər yaxşı fəaliyyət göstərirdilər. Mən 2022-ci ildə o kursu bitirmişdim. O kursda olduğu dövrdə doğrudan da bizə çox yaxşı kömək göstərmişdilər və biz ödəniş eləməyimizə rəğmən biz o ödənişi kifayət qədər qısa müddətdə özümüz artıq qazana bildik, gəlir əldə edə bildik. Kursdan daha çox çalışın ki, orada olan müəllimin təcrübəsinə baxın. Orada olan müəllim harda çalışır, neçə illik təcrübədədir. Daha əvvəl gedən tələbələri tapa bilsəz, onlarla məsləhətləşin mütləq. Çünki o sizə kifayət qədər yaxşı yol göstərəcək. Və ikinci bir növbədə kurs insanın özündən asılıdır. Əgər siz belə deyim, özünüz məsuliyyətli yanaşırsınızsa öz öyrəndiyinizə və araşdıraraqdan öyrənə bilirsinizsə, əslində kursa getməyə doğrudan da ehtiyac yoxdur. Çünki bazarda belə deyim, artıq bütün şəkil
bütün resurslar açıqdır. İnternetdə videolar var. Əgər xarici dil bilirsinizsə nə gözəl. İngilis dilində bir sıra peşəkar şirkətlərin, hətta peşəkar insanların paylaşdığı videolar var. Sıfırdan sizə rəqəmsal marketinq haqqında bir sıra anlayışları öyrənirlər. Sadəcə biraz orada insanın öz xəssiyyətindən asılı olur ki, doğrudan da öz başına bütün resursları əldə eləyərəkdən öyrənə bilirmi? Adətən bunu bir misal çəkəcəm. Universitet qəbul imtahanı verəndə görmüsünüz yəqin ki, əgər sadəcə özü oturan, evdə oxuyan uşaq olursa, bal yığan uşaq olursa, o həyatda hər şeyi özü gedib öyrənib tapıb belə deyim, bilə bilər. Amma ona müəyyən bir təkan lazımdırsa, mütləq şəkildə kimsə ona yolu izah eləməlidirsə, bu zaman biz ödəniş edirik və repetitorlar yanına gedirik və yaxud da hansı bir kursa yazılırıq. Orada fənləri, dərsləri bizə keçirlər. Əslində kitabda olan şeydir, biz özümüz oxuyub onu götürə bilərik, amma kiminsə bizə onun izahı daha rahat olduğuna görə o repetitor yanına və yaxud da kursa getdiyimiz, yəni el arasına hazırlıq dediyimiz hissəyə keçid eləməyə üstün tuturuq. Bu da həminki anlayış kimidir. Amma orada necə ki, hazırlıq müəllimlərimizi məktəbdə necə olduğunu, qohumdan, tanışdan, dostdan, bunun o müəllimin necə fəaliyyət göstərdiyini, tələbələri haqqında informasiya alırıqsa, eyni zamanda kurs seçimində də bu kimi detallara diqqət etmək lazımdır. Salam, axşamınız xeyir. Hamınız xeyir. İlk olaraq məlumatlarınız üçün minnətdaram. Bir sualım var. Mümkünsə verə bilərəm. Bəli, əlbəttə, buyurun. Mən influencer marketingi haqqında sual vermək istəyirdim. Son Aha. zamanlarda, son 5 ildə ölkəmizdə çox yayılıb. Hətta Hı. nəinki 5 il, 7-8 ildə ölkəmizdə bəlkə də ən çox yayılan marketinq növlərindən biridir. Sadəcə o demək istədiyim odur ki, brendlər influencerlara həqiqətən bu qədər güvənməkdə haqlıdırlarmı? Yəni məhsullarının kifayət qədər tanınması, satılması üçün doğru addımlarmı atırlar və yaxud da məsələn sıfırdan başlayanlar üçün hər hansı bir brendi tanıtmaq üçün influencer marketinqinə ehtiyacımız varmı? Məlumat verə bilərsiniz zəhmət olmasa? Əlbəttə. Influencerdan seçim etdikdə müəyyən kriteriyalar var ki, onları siz mütləq şəkildə bilməlisiniz. Sizin əgər müəyyən bir kütlə brendiniz var, əlbəttə ki, o brendin müəyyən öhdəlikləri var. Məsələn, siz brendinizi ucuz bir yerdə göstərə bilmərsiniz. Siz siyasi adları həyata keçirən, siyasi fəaliyyət göstərən hansısa bir blogerə öz reklamınızı verə bilmərsiniz kimi müəyyən normalar var. Bu brend, əlbəttə birinci olaraq öz brendinizi tapmalısınız ki, sizin brendiniz nədir? Məsələn, bank sahəsindən sizə desəm, bank sahəsində adətən influencerlar sadəcə yeni çıxan bir məhsul haqqında məlumat vermək üçün insanlara kömək olurlar. Və yaxud da belə deyim, hər hansı bir gündəlik həyatda istifadə ediriksə, istifadə etdiyimiz bir məhsul varsa, adətən bunun reklamı üçün influencerlara üst tutulur və burada hədəf heç vaxt bu olmur ki, biz influencerlara reklam verəcəyik və influencerlar bizə əla satış gətirəcək. Çünki bu belə olmur. Əgər bir insan gedib bankdan böyük məbləğdə kredit götürəcəksə, bir insan ev alışını və yaxud da maşın alışını həyata keçirirsə, adətən ona düşünmək üçün təkcə influencerın onu deməyi kifayət olmur. O insana siz artıq bir sıra kanallardan çıxmalısınız və influencer da bunun bir nöqtəsi olur. Artıq o insan yolda gedəndə onun reklamını görür, çevirdikdə onun hər hansı bir vizualını görür, reklamını görür. Daha sonra influencerda da onun məsləhətini gördükdə orada artıq bir satışa kömək edici bir amil kimi influencer rol oynayır. Amma belə deyim, mən sizlə razıyam ki, influencerlardan da çox şey asılıdır burada. Çünki kontent yaradanda siz əgər unikalsınızsa, insanlar tərəfindən sevilirsinizsə, sizə baxan kütlə doğrudan da gedib alış həyata keçirirsə, artıq burada influencer rol oynayır. Yoxsa o influencera sadəcə layıqlar gəlir, amma heç kim onun sözünə güvənmirsə, cəmiyyət arasında etibarı yoxdursa və yaxud da gedib hər hansı, belə deyim də, adətən bu simalarda olur. Bizim istifadə elədiyimiz sima sabah gedib hər hansı bir qəza törədirsə və yaxud da hər hansı bir yerdə nalayiq ifadə işlədirsə, çalışmalısınız ki, maksimum bu kimi insanlardan qaçasınız. Çünki gündəlik həyatında hər hansı bir ona komment yazmış insana söyüş yazan və yaxud da söyüşlə canlı yayım açıb cavab verən insan heç vaxt sizin brendinizi uğurlu şəkildə təqdim eləməz. Çünki cəmiyyətdə ona qarşı bir aqressiya olacaq. Bu təkcə belə deyim, hər hansı influencerda yox, eyni zamanda digər hər yerə aiddir. Məsələn, əgər sizin bir televiziya kanalı var və o televiziya kanalından baxanları siz bilirsiniz ki, aşağı segmentli kütlədir. Orada bayağı kontent paylaşılırsa, orada mənfi belə deyim, verilişlər təqdim olunursa, siz orada reklam verməyəcəksiniz. Çünki bilirsiniz ki, sizin brend ora uyğun deyil.
Eyni zamanda influencerlarda da belədir. Əgər o influencerın kütləsi, onun unikallığı, onun təqdim elədiyi doğrudan da kontent yararlıdırsa, günün sonunda sizin ona reklam verməyiniz və daha çox insanlara çatmaq üçün onu istifadə eləməyiniz işə yarayır. Yox, əgər o influencer dediyiniz kimi, yəni bayağı bir fəaliyyət göstərirsə və yaxud da sizin brendə heç uyğun gəlmirsə və yaxud da siz bilirsiniz ki, ona həmişə belə deyim, brenddən uzaqdırsa və yaxud da məhsulu ona uyğun deyilsə, adətən bu reklam edilmir. Amma Trendyol-dakı belə deyim, reklamlar, kampaniyalar olsun, yəni tez alış eləyə biləcəyimiz, məsələn, marketə girib aldığımız 5 manatlıq olan bir şey, geyim, hər sezonda aldığımız geyim, bu kimi şeylər adətən maraq daxilində olduğuna görə insanlar orada gördükdə gedib alış eləyirlər. Amma böyük qərarlar var, hansı ki, bu dediyimiz kimi böyük məbləğdə bir kredit götürmək olsun, hər hansı böyük həcmli bir alış həyata keçirmək olsun, artıq burada influencerlara getmək adətən brendi tanıtmaq üçün olur, satış üçün olmur. Amma satış üçün daha kiçik və maraq daxilində olan şeylər, zövq daxilində olan şeyləri satmaq mümkün olur. Bijuteriya olsun, paltar olsun, digər kiçik əldə edə biləcəyimiz yerlər olsun və yaxud da tort mağazası kimi və s. Ümid edirəm ətraflı cavablaya bildim sualı. Çox sağ olun. Siz sağ olun. Məzun olmuşam, lakin hələ testlə bacarmamışam, vəsim də çoxdur, 23 yaşım var, amma hələ normallaşda təmin olunmamışam. İşlə təmin olunmaq, belə deyim, bayaq dediyim kimi, yəni daimi şəkildə siz özünüzdə baxmalısınız ki, mən intervyulara gedirəm, məndə nə çatışmır, intervyularda məndən niyə mənfi cavab verirlər, hansı sahəm zəifdir. Yəni bunu insan artıq biraz öz üzərində işləməlidir. Öz üzərində işlədikdən sonra inanın mənə ki, yəni bazarda kifayət qədər tələbat var hələ də bu sahəyə. Sadəcə siz özünüzü belə deyim, düzgün şəkildə təqdim edib və öz adınızı belə deyim, öz bildiklərinizi həmin insanlara, HR olsun, insan resurslarında sahənin olsun və digərlərin olsun, ona bir növ satmalısınız. Elektron avadanlıqların satışına başlamaq istəyirəm. SMM nə dərəcədə bilməliyim səhifəmi işlətmək üçün. SMM-dən çox ümumiyyətlə rəqəmsal marketi haqqında bilməlisiniz. Dediyim kimi, SMM bunun bir hissəsidir. Əgər siz belə deyim, buradan saytınız varsa, mütləq şəkildə saytda düzgün şəkildə kontent eləməlisiniz və sayt ərsəyə gətirməlisiniz. Google reklamları həyata keçirməlisiniz. Səhifənizi, kontentlərini digər böyük brendlərdən, bazarda nəhəng elektron avadanlıqlar satan brendlərdən fərqləndirən bir əgər trend varsa trend və yaxud da bir unikallıq təklif eləməlisiniz ki, niyə məhz onlardan yox, sizdən alınsın. Bu kimi biznesin cavab verdiyi əgər hissələri tamamlamısınızsa, daha sonra xüsusi bir loqo, dizayn və reklam özəlliklərini düzgün həyata keçirdikdə satış həyata keçirə bilərsiniz. Amma belə deyim, əgər böyük bir sahədə satış eləmək istəyirsinizsə, sadəcə səhifəni izləmək və yaxud da birbaşa satış eləmək biraz çətin olur. Belə deyim, əgər siz əlbəttə ki, bir platformada da sadəcə paylaşım eləyərəkdən, məsələn, deyəm, TikTokda gündəmə gələ bilərsiniz. Amma bu biraz unikal olmalıdır, fərqlənən kontent olmalıdır. Burada gülməli də ola bilər, maraqlı da ola bilər, həyəcan verici də ola bilər. Bu artıq özünüzün o sahədə olan rəqiblərin kontentlərini baxmağı ilə formalaşacağınız bir şeydir. Məhsul strategiyası nədir? Bəlkə demişsiniz, mən qaçırmış ola bilərəm. Şəhidimiz Cəmil bəyin anasıdır. Eyni zamanda Azərbaycan Korporasiya üçün kurs təlim bəsləyəm, sosial korporativ. Çox sağ olun. Şad oldum sizə tanış olmağınıza və təlimdə iştirak eləməyinizə görə. Belə deyim, yeriniz bizim üçün çox önəmlidir. Çox sağ olun ki, belə bir valideyn olmusunuz. Ölkəyə belə bir qəhrəman yetişdirmişsiniz. Ondan əlavə olaraq da sualınıza cavab verməyə gəldikdə isə məhsul strategiyası kifayət qədər önəmlidir və ən çox önəmli olan hətta faktordur. Çünki adətən belə olur ki, insanlar bizdən tələb eləyirlər ki, insanlar da yox, daha çox şirkətlər bizdən tələb eləyirlər ki, mən məhsul çıxarmışam, siz satış həyata keçirə bilmirsiniz. 4P qanunu var. Yəqin çoxsunuz marketinq dərsi keçmisiniz, sonra da öyrənmisiniz. Product, placement, price, promotion. Promotion burada ən axırıncı gəlir. Birinci yerdə nə gəlir? Product, məhsul. İkinci yerdə place, yer. Üçüncü yerdə price, qiymət. Ən axırda promotion gəlir. Reklam çıxan bir məhsulun duzu istiotudur. Hazırlanan bir yeməyin duzu istiotudur.
O yeməkdə kartoşkanın necə bişməyi, ətin hansı vaxtda atılmağı, o ətin nə vaxt hazır olmağı, onun qiymətinin necə insanlar baxımından alınması bunun ən əsas şərtləridir. Əgər siz o kartoşkanı çiğ bişirsəz, mən onu nə qədər reklam eləsəm də, onun dadına baxan ilk insan onun pis olduğunu anlasa, onu hər yerdə deyəcək və mən nə qədər reklam eləyirəmsə edeyim, nə qədər maraqlı kontent yaradıramsa yaradım, nə qədər çox kanalda düzgün strategiya eləsəm də insanlar onu almayacaqlar. Çünki artıq onun yanmış olduğunu, onun bişmədiyi olduğunu bilirlər. Ona görə məhsul xüsusi şəkildə və bütün cavablara, bütün belə deyim, insanların axtarışlarına, insanların tələbatlarına uyğun olmalıdır. Əgər bizim məhsul bizim bazara uyğun deyilsə, bizim məhsul hal-hazırda rəqiblərə baxdıqda çox aşağı səviyyədədirsə, biz marketoloqdan və yaxud da marketinqdən gözləyə bilmərik ki, xarab bir məhsulu, zəif bir məhsulu gəlib satsınlar. Belə deyim də, belə bir anlayış var. Əgər məhsulu gedib kiməsə təqdim etsəz, o adam çox bəyənib o məhsulu götürə bilirsə, deməli o məhsul da marketinqdə satılacaq. Əlbəttə ki, bu qohum tanış deyil. Yəni çox yəni bu ümumiyyətlə bu məhsuldan məlumatı olmayan bir insana siz bu məhsulu göndərsəz, o məhsuldan istifadə edib məmnun qalırsa, belə bir neçə adam varsa, artıq burada olan data sizə icazə verəcək ki, siz əlinizdə olan məhsulu eyni zamanda böyük kütləyə satasınız. Amma siz özünüz də bilirsiniz ki, məsələn, deyəlim ki, bayaq məsələn elektron avadanlıqdan misal çəkdik. Əgər mən elektron avadanlıqları pis satıramsa, ikinci əldə satıramsa, ikinci əlində əlbəttə ki, öz rəqibləri var, öz nəhəngləri var və yaxud da deyəlim birinci əldə satıramsa, mən Bakı Elektroniksdən, Kontaktomdan, İrşaddan nəyimlə fərqlənirəm ki, insanlar onlara getməyəcək, onlara güvənməyəcək, gəlib mənim brendimə güvənəcək. Gələn məhsul bu sualların hamısına cavab versin. Mən necə bir qiymət təqdim eləməliyəm? Mənim məhsulumu alacaq insanlar harda yaşayır? Mən harda öz dükanımı açmalıyam? Və yaxud da onlayndasa necə çatdırma fəaliyyəti göstərə bilməliyəm? Şəhərdəmi olmalıdır, regionda mı olmalıdır? Yəni bu kimi suallara biznes mütləq cavab verməlidir. Bunu sualları cavablamaq marketoloq sadəcə bu kimi bizneslərdən məlumat verə bilərlər ki, məsələn, bizneslərə ki, baxın İrşad bu cür reklam eləyir. Məsələn, deyəlim ki, Bakı Elektronik bu cür reklam çarxları çəkir. Amma bu kimi məlumatlar, bu kimi strategiya həmişə məhsulu düzəldən tərəfin özündə olmalıdır. Şirkət yaradan tərəfin özündə olmalıdır ki, mən bu kimi özəllikləri necə düzgün şəkildə formalaşdırmalıyam ki, mənim məhsulumu insanlara göstərdi, insanlar gəlib alsınlar. Əgər bunların dördü də qaydasındadırsa, inanın mənə promotionda çox yaxşı iştirak eləyəcək. Ümid edirəm sizin də sualınızı tamamladım. Kontaktom və İrşadın bir-birinə nə ilə fərqlənir, zəhmət olmasa deyərdiniz. Belə deyim, bu çox biznes sualı oldu. Yəni bunun xüsusi bir cavabı yoxdur, amma yəqin ki, ölkəmizdə məlumatımız var ki, Kontaktom digərlərindən kifayət qədər çox və uğurlu satış eləyə bilir. Hətta biz belə deyim, bazarda kifayət qədər mənfi onun haqqda düşüncə olsa belə, adətən məsələn, gəlin real götürək, işlədiyim bank olsa belə, bazarda Kapital Bank haqqında mənfi rəylər var, çoxdur. Amma bunun səbəbi olur ki, əgər siz çox güclü və çox satan brendsinizsə, sizin haqqınızda mənfi danışanlar, müsbət danışanlar ikisi də çox olur. Kontaktomun müsbət cəhəti odur ki, o bazara ilk unikallığı gətirdi və sayt rəqəmsallaşmalını digərlərindən daha qabaqda həyata keçirdi və eyni zamanda kampaniya və kredi şərtlərini ilk olaraq özünə gətirdi. Hətta görə bilərsiniz ki, məsələn, skuturu olan bir ara skuturun hətta Jet və Wings kimi platformalarla yaraşıb, hətta Kontaktom Plus da çıxarmışdı. Hətta indi bank kimi öz depozit akkauntu da açıb, orada insanlara təqdim eləyir. Yəni bu kimi unikal yenilikləri eləməyi kontaktı daha çox digərlərindən qabağına gətirdi. Amma digərləri də bazarda kifayət qədər pay sahibi götürürlər. Sadəcə kontaktın bu kimi addımları ilkin olaraq biznes olaraq həyata keçirilməsi onun reklamda da, digər özəlliklərdə də biraz qabağa çıxmağına dəstək oldu və hal-hazırda satışları digərlərindən mümkün mərtəbədə daha çoxdur, amma yəni ən rəqabətli sferalardan biri olduğuna görə orada daima oyunçuların aldığı paylar dəyişə bilir. Çox sağ olun, siz sağ olun. Siz praktikaya keçəcəksiniz. Praktika hissəsində olmayacağım yəqin ki, məndə nəzəri biliklərdir bu dərsdə. Yeni biznesə başlamaq istəyirəm, yeni səhifə açmaq yaxşı olar, yoxsa mövzu Instagram səhifəsini işlətmək yaxşı olar. Belə deyim, o biraz elədir ki, insanlarda adətən alış eləmək üçün səhifədə izləyicinin olmağını gözləyirlər, amma izləyicini orqanik şəkildə paylaşım edərəkdən daha qazanmağınız daha yaxşıdır ki, nəinki
belə süni yollarla və yaxud da artıq inkişaf elənmiş səhifəni alıb götürməklə. Yəni bu biraz çox texniki sual olur, amma belə deyim də yeni biznes açmaq üçün o ən son düşünəcəyiniz hissədir. Əgər biznes cavab verirsə, yaxşı öhdəliklərə. Siz sıfırdan səhifə açsanız belə, əgər maraqlı kontent və yaxud da maraqlı təklif versəz, əgər səhifənizdə az istifadəsi olsa, siz satış eləməyə həyata keçirə biləcəksiniz. Çünki ölkəmizdə onsuz da kanallarda belə deyim də adətən 1000 üzərində 2000 və yaxud da izləyiciyə siz çatdıqdan sonra artıq onun da bir etibarı yaranır və yaxud da belə deyim, sizin 20 izləyiciniz ola bilər, amma sizə mesaj yazan insana və yaxud da sizin bizneslə maraqlanan insana kifayət qədər peşəkar belə deyim, müraciət eləsəz, peşəkar şəkildə ona xidmət göstərsəz, onsuz da heç follower sayına baxmadan da sizin məhsulunuzu rahatlıqla alacaq. 2-3 başqa səhifə istifadə olunub, kontaktdan bəzən paylaşma olur, işlərdə şey var, FORP modeli olmaq rəqəmlərdə bizə peşə tamasını da onun üçün çox sağ olun. İnşallah yararlı oldu bütün ümumiyyətlə təlim. Bir məhsulu brend etmək üçün hansı strategiyalardan daha çox istifadə olunur? Məhsulu brend eləmək üçün məhsula belə deyim, mənəvi dəyər qatmaq, emosiya dəyəri qatmaq adətən o məhsulun brend olmağına daha çox kömək olur. Buna ən yaxşı misal hal-hazırda iPhone-u bir status göstərisi kimi istifadə eləməyimiz, Samsung-un donmağı kimi bir və yaxud da Samsung-un digər işləmcilərdən, digər belə deyim, operating sistem dediyimizdə, məsələn, iOS, Android-nin fərqi kimi detalları insanlara daha bariz göstərməyindən və yaxud da Mercedes-in həmişə rahat avtomobilinin, BMW isə daha sürətli avtomobil olmağını kimi emosional detallar qatmaq lazımdır. Məsələn, belə deyim, bugünkü gündə hamının dediyi klassik bir söz var ki, bizim müştərilərimiz bizimlə bir ailədir. Amma doğrudan da o hissi verməlisiniz. Əgər siz brend olaraq öz müştərinizin ad günündə xüsusi olaraq öz müştərinizi təbrik edirsinizsə, hətta o müştəriyə olsun deyə, buna loyallıq proqramları deyirlər adətən. Məsələn, o müştərinin könlü xoş olsun deyə müəyyən bir ona belə deyim, emosiya qataraqdan bir təbrik edirsinizsə və yaxud da öz brendinizi təkcə özəl günlərdə adətən görmüşsünüzdə bütün hər yerdə video çarxlar hazırlanır. O video çarxlarda siz çalışmanız üçün maksimum cəhətdən öz izləyicinizə emosional yaxınlıq qurasınız ki, sizin brend bu hadisə haqqında nə düşünür? Məsələn, belə deyim də, xüsusi bir kampaniyadır. O kampaniyada siz necə dəyər qata bilərsiniz insanlara? Deyəlim ki, insanlara deyə bilirsiniz ki, gəlin kiçik bir büdcəmiz olsa belə, biz sizə uyğun məhsul hazırlayırıq daima. Bu kimi mesajı verə bilərsiniz. Öz işləmə hissənizdən adətən kadrlar göstərə bilərsiniz. Deyəlim ki, adətən bir sizin ateliyeniz var və orada dərziləriniz bir paltar hazırlayır. O paltarı necə əziyyətlə hazırladıqlarını, hər qaşı necə ustalıq və incəliklə etdiklərini göstərə bilərsiniz. Müştərilərlə necə əlaqə saxladığınızı bir kadr çəkib göstərə bilərsiniz. Bu kimi özəlliklər artıq və yaxud da siz brendinizi sıfırdan yaratmısınızsa, bunun bir hekayəsini ilk başda müəyyən edə bilərsiniz ki, bu hekayəni qabardaraqdan öz brendinizə satış eləmək ki, məsələn, biz kiçik bir yerdə başladıq, amma artıq, məsələn, hamınız eşitmisinizsə, Microsoft-un kiçik bir qarajda ərsəyə gəlməyi proqramının artıq bu brendin storytelling hissəsidir. Yəni bir hekayə danışır və o hekayəni elə bir emosiya qataraq da danışır ki, insan da oradan da deyir ki, vau, gör necə kiçik bir yerdən insan nələr eləyə bilir. Demək ki, bu şirkətin çox keçmişi var. Mənim o şirkətə qarşı bir simpatiyanız həyata keçirilir. Adətən bu iPhone və yaxud da Apple-ın tədbirlərindən görürsünüz. Məsələn, o bir unikallıqdır. Onlar hər məhsulu ilk başdan olaraqdan bir tədbir şəklində həyata keçirib bütün dünyaya yalan elədilər. Baxın, bu brend emosional yaxınlıqdır. Bir unikallıq seçdi bazarda. Bu unikallıq sizdə də ola bilər. Bu unikallıq sadəcə kreativlik olub fikirləşmək lazımdır. Məsələn, türklərdə adətən bu görür, həmişə gülürük, deyirik. Məsələn, onlar pendir reklamını elə eləyirlər ki, sanki deyirsiniz ki, ayda həyatımda ən ləzzətli pendir olar da, kaş o pendiri mən alıb yesəm. Niyə? Çünki emosiya verir. Başdan izah edir ki, necə onu bizim inəklərimiz necə o inəklərə baxılır, o inəklərdən gələn süd necə saflaşdırılır, bizim şirkət işçilərimiz necə böyük həvəslə o işə yaxınlaşırlar. Artıq görürsünüz, burada brenddə emosiyalar dəyər qatır ki, artıq orada iş görən adam, mən zavodda iş görürəm kimisindən yox, mən uşaqların böyüməsi üçün lazım olan südü gətirirəm. İnsanlara vitamin verən təbiətin önəmli bir hissəsində mən də yer alıram. Bu kimi görürsünüz, brendin adi bildiyimiz prosesi sadəcə qabardaraqdan, biraz parıldadaqdan satış eləmək olur.
işləmək üçün ən çox nəyə fikir vermək lazımdır? Bayaq dediyim məqamlar var ki, bütün oradakı məqamlar olmalıdır. Yəni SMM dediyimiz hissə sadəcə sosial media səhifəsinin idarə edilməsi, postların paylaşılması və mesajların yazılmasıdırsa, burada bu işin gələcəyi yəni çox limitlidir. Çünki artıq avtomatlaşdırma cəhətdən siz mesajların cavablanmasını belə avtomatlaşdıra bilirsiniz. Postların paylaşmasını belə avtomatlaşdıra bilirsiniz. Yəni bu avtomatlaşdırmada sizə rəqəmsal marketoloq olmağınızı və sadəcə SMM-də post paylaşmaq kimi yox da reklam etməyi necə eləmək lazımdır, düzgün kontenti necə yazmaq. Sadəcə reklam etmək də yox, bunun kontent tərəfi də var. Deyəlim ki, videonu necə yazasınız, video haqqında necə ərsəyə gətirəsiniz, maraqlı çəkəsiniz. Bu kimi həm də texniki tərəf var bu işin. Texniki tərəfdə dediyim kimi reklam qurmaq, müştərilərə satış eləmək, izləmək kimi hissələri var. Bunu həyata keçirə bilsəz, artıq siz daha yaxşı karyera yolu gedərsiniz, nəinki dediyiniz hissədə qalsaz. Kontaktdan bəzən bağlaşma olur, cavab və ilk kəz yedim və limitdə bir şey var. Aysun xan belə deyim, bu yəni biznes haqqında olan bir şeydir. Mən müəyyən qədər sizə marketinq strategiyasının haqqında verdim, amma biznes haqqında nə varsa bilmirəm, çox yəni o artıq biznesin özünün qərar verdiyi bir şeydir. Bu marketinqdən daha uzaqdır. Limitin qoymağı, limitin qoyulmamağı, bu kimi şeylər artıq biznesin özünün verdiyi təkliflərdir. Oradakı vəziyyəti bilərəkdən bir cavab vermək olar. Salam, səviyyədə post paylaşan ən çox nəyə diqqət edin? Məsələn, yazı formaları olaraq. Üslub məsələsi var. Buna tone of voice deyilir. Tone of voice dedikdə sizin brendimizin müştərilərlə sizlə yoxsa səndən danışmağı. Əgər rəsmi bir yerdirsə, adətən sizlə danışır. Dövlət qurumudursa sizlə danışır. Çünki sən olaraq müraciət eləmir. Çünki daha çox o hüquqi şəxslərə müraciət eləyir və yaxud da elə belə deyim, hər hansı bir vətəndaşa xidmət göstərdiyi üçün sizlə danışır. Amma sizin brendiniz mehriban tondadırsa, daha gülməli tonda danışırsa, adətən sən deyə danışır, öz postlarında kiçik zarafatlar eləyir. Yəni bu kimi yazı dillərini seçməklə siz əslində orada kontentinizə fikir verməlisiniz, daha çox post paylaşımından. Adətən deyirlər saatlar da var, bəli, sosial mediada aktiv olan saatlar var. Zaten onu bilirik ki, axşam saatları, iş saatlarından kənar olan saatlar adətən insanların daha çox sosial mediada vaxt keçirdikləri saatlardır. Sadəcə yəni sizin əgər maraqlı kontentiniz varsa, inanın o səhər saatlarında da izlənir, axşam saatlarında. Burada daha çox həmin kontentin necə olacağı önəmlidir və necə bu kontenti hazırlayacağınız önəmlidir ki, maraqlı olsa və kifayət qədər insanlarda maraq cəlb edilərsə, istənilən vaxt o zaten belə deyim, trenddə qalır və izlənilir. Ona qədər keyfiyyət qənaət etdirin, amma yəni tək bu cəhətdən deyil, mənim alacağım malını nə dərəcə keyfiyyət verir. Əlbəttə, bu da baxın, müştərinin bir segmentidir ki, siz məhsulun daha çox keyfiyyətinə baxırsınız. Müştəri var ki, məhsulun keyfiyyətindən çox onun qiyməti onun üçün önəmli olur. Müştəri var ki, onun yanında hansı hədiyyələr verilir, o olur. Müştəri var, lotereyaya qoşulmaq üçün o məhsulu alır. Yəni, bir sıra müştəri segmenti var, artıq o segmentlərə müraciət edib hər birinə ayrıca strategiyalar hazırlamaq onların işi olur. Belə, dostlar, təşəkkür edirəm qatıldığınıza görə. Ümid edirəm sualları da cavablaya bildim. Bayaq qeyd elədiyim kimi hər hansı bir sualınız olarsa, mənə LinkedIn səhifəsindən, e-mail üzərindən yazıb məlumat ala bilərsiniz. Bacardığım qədər sizə geri dönüş eləməyə çalışacağam. Geri dönüş eləsəm üzrlü sayın, amma yəqin ki, cavabsız qalmayacaq o mesajınız. Müşfiq bəyə də təşəkkür edirəm. Uğurlu addımdır. Könüllü şəkildə bu kimi informasiyaların bölüşülməsi, buna dəyər göstərilməsi kifayət qədər önəmlidir. Problemlər çıxmağı üçün deyərdim ki, çox da üstlərinə düşmək olmaz. Çünki adətən könüllü şəkildə fəaliyyət göstərəndə bu kimi hissələr olur. Çünki hər hansı bir məvacib olmadan, hər hansı bir hissə olmadan sadəcə məlumat burada fəaliyyət göstərilir və ona görə orada problemlər çıxır. Əsas odur ki, bu problemlərin işığında siz burada hər hansı bir məlumat əldə edə bilərsiniz. Bu sahə olsun, digər bir şeylər olsun, maraq olsun. Ona görə təşəkkür edirəm hamınıza. Gecəniz xeyrə qalsın. Hər birinizə getdiyiniz yolda o yol nədirsə uğur arzu eləyirəm. İnşallah. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Sağ olun. Həqiqətən bu gün çox məhsuldar bir gün oldu, düzdür. Biz tərəfdən yaşanan bəzi problemlər oldu. Hələ də cavabsız qalan onlarla mesaj var ki, biz niyə qoşula bilmirik başlığı ilə qəzəbli şəkildə insanlar bizə yazır. Amma təbii ki, biz də istəməzdik bu belə olsun. Texniki səbəblərə görə belə bir problem yaşandı. Amma video qeydi inşallah iştirakçılarla bölüşəcəyik. Sizə minnətdaram.
öz təcrübənizi bölüşdünüz, öz Sağ olun. müsahidə olan biliklərinizi bölüşdünüz insanlar üçün. Təşəkkür edirəm. Ümid olam Təşəkkürlər az sizə. da proqramımız oldu. Sağ olun. Təşəkkür edirəm. Sizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm. Çox Minnətdaram. sağ olun. Sağ olun. Təşəkkürlər. Sağ olun. Gecəniz xeyir.